İslam Azərinin info video rubrikası təqdim edir. 14 əsr öncə, Hicrətin 61-ci ilində Məhərrəm ayının 10-u İmam Hüseyn və onun səhabələri, o cümlədən də qardaşı Həzrəti Abbas, Kərbala adlı səhralıq ərazidə zalım bir qövm tərəfindən amansızcasına şəhid edilir. Seyyid-ü Şühada və digər şəhidləri eyni yerdə. Həzrəti Əbəlfəzl isə bir qədər aralıda, şəhid edildiyi ərazidə dəfn edilir. Beləcə, bura müsəlmanların ziyarətgahına çevrilir. Tarixdə dəfələrlə Əməvi və Abbasi nümayəndələri tərəfindən dağıdılır. Hətta ziyarətə gələnlərə belə müxtəlif zülümlər edilirdi. Həmçinin 19-cu əsrin əvvəlində Vəhabilər Kərbala şəhərinə hücum edərək minlərlə dinc sakini qətlə yetirir. Hərəmdə dağıntılar və qarətlər törədirlər. Muxtar Səqəfi, həmçinin Şah İsmail Xətai tərəfindən öz zamanlarında orada abadlıq işləri aparılır. Beynül Hərəmeyn kimi də tanınan ziyarətgah hər il, məxsusən də Ərbəyin günündə 10 milyonlarla insan tərəfindən ziyarət edilir.